Salam, hər vaxtınız xeyir, dəyərli valideynlər və əziz şagirdlər. Hər birinizi xoş gördük. Mən bugün Çınar yayımlarının yarpaq testindən olan məchulun tapılması sınağını sizlərə təqdim edəcəm. Amma ilk öncə gəlin məchulların tapılması barədə biraz söhbət eləyək. Deməli, biz bilirik ki, toplamanın komponentləri toplanan cəm, çıxmanın komponentləri azalan-çıxılan fərq. Vurmanın komponentləri vuruq hasil. Bölmənin komponentləri isə bölünən qismətdir. Məchul toplananı tapmaq üçün cəmdən digər toplananı çıxmaq lazımdır. Azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı gəlmək lazımdır. Çıxılanı tapmaq üçün isə azalandan fərqi çıxmaq lazımdır. Məchul vuruğu tapmaq üçün hasili digər vuruğa bölmək lazımdır. Məchul bölünəni tapmaq üçün qisməti bölənə vurmaq lazımdır. Məchul böləni tapmaq üçün isə bölünəni qismətə bölmək lazımdır. İndi isə gəlin birinci tapşırıqdan başlayaq. Bir də deyir ki, məchul vuruq aşağıdakılardan hansıdır? Biz danışdıq ki, məchul vuruğu tapmaq üçün hasili digər vuruğa bölmək lazımdır. Yəni 32-ni 8-ə bölmək lazımdır. Bu da ki, eləyir 4. Yəni 32-ni 8-ə böləndə cavab 4 olmuş olur. Keçək ikinci tapşırığa. Qaçış yarışında iştirak edən 40 nəfər iştirakçı hər sırada 5 nəfər olmaqla bir neçə sırada düzüldülər. İştirakçılar neçə sırada düzüldülər? Neçə sıra düzüldülər? Gəlin baxaq. 40 nəfər iştirakçını 5 nəfər olmaqla bir neçə sırada düzdülər. Deməli, burada 40-ı 5-ə bölüb, cavabda nə almış olacaq? Cavabda 8 almış olaraq. Yəni, cavabımız C variantı olmuş olacaq. Üçüncü tapşırığa baxaq. Deyir, fiqurların ifadə etdiyi ədədləri tapın və hesablayın. İlk öncə fiqurları tapaq, daha sonra isə hesablayaq. Deməli, biz danışdıq ki, məchul vuruğu tapmaq üçün hasili digər vuruğa bölürük. Yəni, 42-ni 6-ya bölüb, cavabda 77 almış oluruq. Daha sonra isə toplanan cəm. Məchul toplananı tapmaq üçün cəmdən digər toplananı çıxırıq. Bu da eləyir, deməli, 63. Daha sonra isə kvadratı, yəni 63-ü bölürük ulduza. Ulduz da 7 olmuş oldu. Böləndə də 63-ü 9-a, 7-yə 9 almış oluruq. Yəni, cavab C variantı olmuş olur. Tapşırıq 4-ə baxaq. Deyir ki, cədvələ əsasən A vurulsun B hasilini tapın. Gəlin baxaq. 48-i 8-ə bölüb 6 alıblar. 35-i 5-ə bölüb 7 alıblar. İndi 27-ni neçəyə bölüb 9 alıblar? Bunu bilmək üçün də məchul böləni tapmaq üçün nə iş görürdük? Bölünəni qismətə bölürdük. Yəni 27-ni bölürük 9-a. Bu da eləyir 3. Daha sonra bölünəni tapmaq üçün nə iş görürdük? Qisməti bölənə vururduq. Qismət 4, bölən də 2. Cavab 8. Daha sonra isə AB hasili deyir. Yəni 8 vurulsun 3. Bu da 24 eləmiş olacaq. Yəni cavabımız B variantı. 5. Gülay aldığı köynəkləri hər rəfdə eyni sayda olmaqla 3 rəfə yerləşdirdi. O, cəmi 12 köynək alıbsa, hər rəfdə neçə köynək var? Deməli, burada nə iş görürük? 12-ni bölürük 3-ə. Cavab 4 olmuş olacaq. Yəni A variantı. 6. Verilən ifadəyə uyğun məchulu olan misal yazın və məchulu tapın. Deyir ki, bu ədədi 4-ə böldükdə 7 alınır. Hansı ədədi? Biz bunu bilmirik. Ona görə də nə iş görürük? Bu ədədi 4-ə bölüb 7 alırıq. Deməli, bu məchul bölünəni tapmaq üçün nə iş görürük? Qisməti bölənə vururuq. Deməli, cavab 28. Cavabımız A variantı olmuş olacaq. Daha sonra digərinə baxaq. 7. Deyir, doğru fikri seçin. Deyir, məchul vuruğu tapmaq üçün hasil digər vuruğa vurulur. Xeyr, məchul vuruğu tapmaq üçün hasil digər vuruğa bölünür. Demək ki, birinci variant
səhvdir. Bizdən doğrunu istəyir. Məchul böləni tapmaq üçün bölünən qismətə vurulur. Məchul böləni tapmaq üçün bölünən qismətə vurulmur. Deməli, bu da səhv variantdır. Deməli, məchul bölünəni tapmaq üçün bölən qismətə vurulur. Bəli, məchul bölünəni tapmaq üçün bölən qismətə vurulur. Cavabımız C variantıdır. Daha sonra 8. Məchul bölünəni tapın. Biz baxırıq ki, burada 2 əməl var. Deməli, nə iş görürük? Birinci sağ tərəfə baxırıq. Məlum olana baxırıq. İlk öncə olduğu kimi qalır. 30-u 5-ə böləndə neçə eləyir? 6 eləmiş olur. İndi isə məchul bölünəni tapaq. Məchul bölünəni tapmaq üçün qisməti digər vuruğa, daha doğrusu qisməti bölənə vururuq. Bu da 18 eləmiş olacaq. Cavab C variantı. 9-a baxaq. Deyir, anam bişirdiyi tortu dilimlərə bölüb boşqablara qoydu. 8 boşqabın hər birində 2 dilim oldu. Anam neçə dilimli tort bişirmişdi? Deməli, burada nə iş görürük? 8-i 2-yə vururuq. 8-i 2-yə də vuranda 16 eləmiş olur. Yəni, cavab C variantı. 10. Deyir, verilən təsvirə əsasən məchul olan misalların hansı səhvdir? Burada ədəd üstü, yəni ədəd evi verilib. 2-ni 9-a vuranda 18, 9-u 2-yə vuranda 18, 18-i 2-yə böləndə 9, 18-i 9-a böləndə 2 olmuş olur. Bəli, indi baxaq. Deməli, vuruq, hasil. Məchul vuruğu tapmaq üçün hasili digər vuruğa bölürük. Bu da 9 eləmiş olur. Yəni 18-i 2-yə böləndə 9 eləmiş olur. Düzdür. Burada isə C variantına baxaq yaxşı. Böləni tapmaq üçün bölünəni qismətə bölürük. Bəli, 18-i 9-a böləndə 2 eləmiş olur. Bəli, bu bizim ədəd üçlüyünə aiddir. Amma bölünəni tapmaq üçün axı qisməti bölənə vururuq. 18-i də 2-yə vuranda 9 eləmiş olmur. Ona görə də səhv olan B variantıdır. Cavabımız elə B variantıdır. 11. Deyir, verilən məchullara əsasən aşağıdakı müqayisələrdən hansı doğrudur? Baxaq. Deməli, ulduzda məchul vuruqdur. Məchul vuruğu tapmaq üçün nə iş görürük? Deməli, 45-i 5-ə bölürük. Yəni, hasili digər vuruğa bölürük. Hasili digər vuruğa böləndə də eləyir 9. Yəni, ulduzda 9. Daha sonra, məchul toplananı tapmaq üçün cəmdən digər toplananı çıxırıq. Yəni, 56-dan 45 çıxmış oluruq. Bu da 11 eləmiş olur. 56-nı da, yəni, məchul böləni də tapmaq üçün 56-nı, yəni, bölünəni qismətə bölürük. 56-nı da 8-ə böləndə 7 eləmiş olur. Daha sonra, burada bizdən müqayisə istəyir. Müqayisə istədiyinə görə 9, 11, 7. İndi baxırıq nəyə? İndi baxırıq, görək necə müqayisə ediblər. Burada müqayisə ediblər nəyi? Ulduz deyir, ulduz, yəni 9 böyükdür 3 bucaq. 3 bucaqda da 11 dayanmışdı. Xeyr, bu səhvdir. Deməli, avtomatik bu variant getdi. Daha sonra, bizə deyir ki, yəni 3 bucaq da 11 elədir. 3 bucaq kiçikdir 7-dən, yəni kvadratdan. Xeyr, 11 7-dən kiçik deyil. Deməli, variantımız nə olmuş olacaq? C variantı olmuş olacaq. 12-ci sualda deyir ki, məchul vuruğun 9 mislini onluqlara qədər yuvarlaqlaşdırın. Yaxşı, biz birinci baxaq görək, biz məchul vuruq hansıdır? Deməli, məchul vuruğu tapmaq üçün hasili digər vuruğa bölürük. Bu da 7 olmuş olacaq. İndi 7-nin 9 misli. 7-ni də 9-a vuranda eləyir 63. İndi bizim bu 63-ü yuvarlaqlaşdırmağımız lazımdır. Onluğa qədər yuvarlaqlaşdıranda eləyir 60. Cavab A variantı olmuş olacaq. İzlədiyiniz, qulaq asdığınız üçün təşəkkür edirəm. Çox sağ olun.